Gününüz xeyirli olsun değerli izləyicilər. Statinfo'da 2-3 gün əvvəl bir video paylaşdıq. Bələdiyyə sədri orada sakinləri təhqir eləyir, tənqid eləyir. Sizin burnunuzdan gəlsin. Sonra siz kimsiz? Bu kimi ifadələr işlədir, narazılığa səbəb olur. Həmin bələdiyyə sədri Kolatan kənd bələdiyyə sədridir, Rauf Cəbiyevdir. İndi onun nömrəsini əldə eləmişik. Zəng eləyəcəyik ona. Görək nə deyir. Salam Rauf müəllim, necəsiz? Sağ olun. Sizinlə danışan Məğrur Salmanovdur, jurnalist. Bu video yayılıb sizlə bağlı saytlarda, bizim saytda da yayılıb. Burada Kolatan, səhv eləmirəmsə, Xanalyon kənd sakinləri ilə mübahisə edirsiniz. Siz kimsiniz? Xoşa gəlməz ifadələr işlədirsiniz. Bilmək istəyirik, necə yarandı bu mübahisə? Xoşa gəlməz ifadələr hansılar deyirsiniz? Məsələn, sizin burnunuzdan gəlsin, siz kimsiz? Mənim atam burada əvvəllər olub. Bəli, sizin aradığın o məsələlərdir, başda cavab verim. Buyurun. Deməli, əvvəla Kolatan Bələdiyyəsinin sədri mən may ayın 1-də seçilmişəm. May ayın 1-dən deməli 7 kəndə rəhbərlik edirəm, yəni bələdiyyə sədri olaraq. Həmin kəndə də o cümlədən. Amma qeyd edim ki, həmin kənd bələdiyyəyə nə torpaq, nə əmlak vergisi ödəmir. 185 nəfər ailə ümumiyyətlə vergi ödəməyib. Hardasa 33 nəfər ailə vergi ödəyibdir. Həmin kənd içində kifayət qədər işlər görmüşəm. Yəni bələdiyyənin hesabına deyil, hələ bələdiyyə olmazdan öncə o kəndlər hamısı mənə doğmadı. Bəli, mənim atam 65-ci illərdə həmin kəndlərdə deməli kolxoz sədri safoziyat işləyibdi. O kəndlərin də, yəni indi orada hamısı cavanlardır, amma oranın yaşlı nəsli, bəli, mənə valideynimə görə böyük hörmət bəsləyirlər. Bəs orada siz onu, başa düşdüm. Siz niyə orada məsələn vətəndaşlarla danışanda, kənd sakinləri ilə sizin burnunuzdan gəlsin, xoşa gəlməz ifadələr? Sizin paylaşdığınız videolar hamısı montajdır, yəni sizə ilə göndəriblər. Mən inanmıram siz montaj edərsiniz. Deməli, onlar öz işlətdiyi ifadələrin hamısını kəsiblər və orada montaj edərək mənim dediklərimi göndəriblər. Yəni sizin səs dəyişdirilib, yoxsa necə? Yox, səs mənim səsimdir. Sözlər mənim sözlərimdir. Amma o sözlər nəyin qarşılığında deyilib, onlar kəsib montaj ediblər. Yəni sizi orada təhqir ediblər onlar, yoxsa? Təhqir edib mənim şəxsən, mən bəlkə də başqa kəndlərdən elə bir şey gözləyərdim. Bir dənə o kənddən mən gözləmədim. Çünki o kənddə mən bələdiyyə sədri olmazdan öncə də o kənd mənim üçün doğmaz. Aydındır. Biz belə başa düşdük ki, yəni o sözlər sizin sözlərinizdir, yəni deyilənlər faktdır. Bəli, sözlər mənim Aydındır. sözlərimdir. İkinci məsələ ondan ibarətdir ki, Rauf müəllim, deməli Xanalyon kəndinin adının dəyişdirilməsi ilə bağlı bu da bir narazılığa səbəb olub. Deyəsən sakinlər elə bu narazılığın kökü də bunda dayanır. Siz Xanalyon kəndinin adını niyə Xanalıyan kimi dəyişdirmisiniz, yəni yan şəkilçisi artırmışsınız? Bələdiyyə sədrinin kəndin adını dəyişmə ixtiyarı, səlahiyyəti var. Deyilənə görə təşəbbüsü siz irəli sürmüsünüz. Yox, bax siz jurnalistsiniz, düzdür. Mən də masalı xəbərlərin başında aktriyam. Mən də jurnalistim. Siz media nümayəndəsiniz? Siz bu sualı verəndə, yəni mənim xətrimə də siz bu sualı bu formada verirsiniz. Kənd adını dəyişmək nə qədər asandır ki, Rauf Cəbiyev kənd adı dəyişir. Kim dəyişdirib? Yəni kim irəli sürüb bunu? Mən sizə soruşuram, yəni o qədər mi asandır Rauf Cəbiyev ola bir bələdiyyə sədri gəlsin? Mən valla bələdiyyənin işləri ilə o qədər də yaxından tanış deyiləm yəni. Kolatan Bələdiyyəsinin sədrinin kəndin adını dəyişmək nə səlahiyyəti var, nə haqqı var. Kim dəyişir? Həmin kəndin adı Xanalıyan kəndidir. Xanalıyan. Axı məktəbin adı Xanalyondur. Sonra belə deyim, məsciddə Xanalyondur. Məktəbin adı Xanalyondur. Təhsil Nazirliyi bunu. Onu tərif edirsə deyəmərəm. Yox, dövlət qurumları Təhsil Nazirliyi dövlətin qurumudur. Necə yəni nazirlikdir? Onların problemidir. Reyestrdə bu günləri həmin kəndin adı Xanalıyandır. Ü hərfi ilə. Xanalıyan.